Salam əziz izləyicilərimiz, necəsiniz? Hər vaxtınız xeyir. Biz sizin için darıxmışıq, siz de bizim için darıxmışsınızsa yorumlarda qeyd etmeyi unutmayın. Biz sizin üçün indi lahmacun hazırlayırıq. Nənə və nəvəsi lahmacun hazırlayır. Az qalıb pişməyə. Bax, belə yayırıq. Lahmacun pişirmək üçün nəvələri yayırıq. Belə. Bax, bu gök taplarını da nəvələrim üçün hazırlamışam. Qəşəng belə çiçəkli, qəşəng, gözəl pişirmişəm nəvələrim üçün. Nəvələrim yeyəcək. İndi isə pişməyə qoyuruq. Nüş olsun, nüş olsun. Halal xoşları balalarım yesinlər.